olsun. Azərbaycan xalqına Qarabağ, Azərbaycan. Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Bu həftə Avropa Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünə şahidlik etdi. Prezident İlham Əliyev tədbirdə iştirak edirdi. Bu dəfəki görüşü daha da əlamətlər edən isə bəyannamənin imzalanması oldu. Prezident İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğız prezidenti Sadir Japarov, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türk Dövlətləri Təşkilatının baş katibi Qubaniçbek Ömür Aliyevin imzaladığı bəyannamə 71 bənddən ibarətdir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu. Xüsusilə də Azərbaycanın təşkilatın iqtisadi olaraq böyüməsindəki rolu haqqında danışdı. Prezident İlham Əliyev bildirdi ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna, avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmi qarma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat logistika mərkəzlərindən birinə çevrilib. Türkiyə və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan üzərindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Kars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Macaristanda keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü təşkilatın geosiyasi əhəmiyyətini və Türk dünyasında inteqrasiya proseslərinin sürətləndirilməsini bir daha nümayiş etdirdi. Görüşdə iştirak edən ölkə liderləri arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əhəmiyyətli fikir mübadilələri aparıldı. Görüşün qeyri-rəsmi formata keçirilməsi tərəflər arasında daha çevik və açıq dialoqa şərait yaratdı. Bu format liderlərin regional və qlobal çağırışlara qarşı birgə mövqe formalaşdırmasına, eləcə də iki tərəfli münasibətlərin inkişafına əlavə impuls verdi. Macaristanın ev sahibliyi etməsi Türk dünyasının Avropa ilə əlaqələrin genişləndirməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bu həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasının və təşkilatın açıq əməkdaşlıq platforması olmasının sübutudur. Zirvə görüşünün nəticələri göstərir ki, Türk dövlətləri arasında əməkdaşlıq təkcə tarixi və mədəni bağlara deyil, eyni zamanda qarşılıqlı maraqlara əsaslanır. Bu isə təşkilatın gələcək inkişaf perspektivlərini daha da gücləndirir. Azərbaycan çox geniş şəkildə bu yəni Türk dövlətlərdə investisiyaların artımı ilə bağlı işlər görür və nəzərə alınsa ki, bizim təkcə neft fondumuzda 55 milyard dollarlıq vəsaitimiz toplanıb və indiki dövrdə Amerikanın ya Avropanın istiqrazlarda o vəsaiti saxlamaq etibarlıq baxımından elə bil ki, əlverişlidir, ancaq onların çox aşağı faiz verirlər və inflyasiya var. Belə olan halda, yəni dost
və yəni bizim üçün davamlı fəaliyyət üçün şərait yaradan investisiyaları dost, qardaş Türk dövlətlərdə genişləndirmək həm imkanımız var, həm də buna düşünürəm ki, zərurət var. Və cənab prezident bunun anonsun buna hesablayaraq verdi. Türk Dövlətləri Təşkilatının regional və qlobal ümumiyyətlə iqtisadi gücə çevrilmə imkanı varmı? Əlbəttə ki, var. Biz əgər resurslara diqqət yetirsək, Mərkəzi Asiyada aynı zamanda Azərbaycan da nəzərə alınmaqla Cənubi Qafqazda və bütövlükdə Qərbi Asiyada yerləşən ölkələrimizin həmçinin bu sıraya müşahidəçi üzvləri də əlavə etsək, çox böyük enerji resurslarına, mineral ehtiyatlara malik olduğunu söyləyə bilərik. Bununla paralel olaraq önəmli deməli nəqliyyat dəhlizləri Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ərazisindən keçir. Bu mesajların məhz Avropada, Macarıstandan verilməsi də təsadüfi deyildi. Yəni eyni zamanda bu orta dəhliz segmentinin deməli Transxəzərin əhəmiyyətinin xüsusi şəkildə vurğulanmasına və həmçinin qarşılıqlı əlaqələr üçün də geniş imkanlar açılmasına xidmət edən bir mesaj kimi də dəyərləndirilə bilər. Türk Dövlətləri Təşkilatının əgər biz digər təşkilatlarla müqayisə etsək, potensialı bugün təşkilatın qlobal güc, iqtisadi güc faktoruna keçirilməsinə imkan verir. Bu həftə Ankarada Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi mövzusunda beynəlxalq konfrans keçirildi və Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı. Dövlət başçısı məktubda mühüm mesajlar verdi. Bildirdi ki, Qərbi Azərbaycan icmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirə layiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə sülh yolu ilə Ermənistandakı Dədə-Baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir. Qərbi Azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyil və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaq. Təbii ki, öz yurdlarına dönəcək Qərbi Azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir. Bəli, Ermənistanın bu haqlı və sülhmənalını təşəbbüsü təhrif edərək onu güya ərazi iddiası kimi təqdim etməsi regionda sülh və sabitliyə xidmət etmir. Əksinə, bu cür ritorika bölgədə gərginliyin artmasına səbəb ola bilər və etimadın bərpasına zərbə vurur. Şərhçilər deyir ki, Ermənistan tərəfi bu cəhdlərdən əl çəkməli, konstruktiv dialoq və qarşılıqlı anlaşma mühitinin yaradılmasına töhfə verməlidir. Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiaları ilə çıxış etməyib. Hətta Azərbaycan ərazisi işğal altında olanda belə ölkəmiz hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə dəstəyini ifadə edib. İndiki şəkildə də cənab prezidentin səsləndirdiyi fikirlərdə bir mənalı şəkildə Azərbaycanlı qaçqınların öz doğma vətənlərinə, yurdlarına, el-obalarına təhlükəsiz qayıdışı yer alır. Yəni bu ərazi iddiaları anlamına gəlmir. Repartasiya hüququdur və qaçqınların öz torpaqlarına qayıdışı beynəlxalq hüququn əsas komponentlərindən biridir və bu komponent də istisnasız olaraq Ermənistan tərəfindən yerinə yetirilməlidir. Mən fürsətdən istifadə edib bir məqama da diqqət çəkmək istəyirəm. Ermənistan yeganə ölkədir ki, həm repartasiya haqqında qanunda, həm də konstitusiyada yalnız erməni millətindən olan şəxslərin Ermənistana qayıdış hüququnu tanıyır. Bu, bəşər tarixində görünməmiş içki bir ultramillətçi bir yanaşma tərzi hesab olunmalıdır. Az qala vahiməyə düşdülər ki, 400 min Azərbaycanlı Ermənistana qayıtmaq. Təbii, indi bugünkü şəraitdə nəinki 400 min ora qayıtmağından söhbət getmir. Azı o insanların o torpağa gəlsin, ata-baba yurduna bir baş çəksin. Onların indi qəbirləri pis gündədirsə, onları bir normal bir vəziyyətə gətirsin. Axı, bunun üçün də heç kəsə icazə yoxdur. Yox, deyirlər ki, biz Azərbaycanlıları heç ayaq basmağa Ermənistana qoymayacaq. Ancaq öz növbəsində hansısa bir Azərbaycandan çıxan ermənilər üçün hansısa xüsusi təminatlar və şərait istəyirlər. Bu olmayacaq.
bu nə isə istəyirsinizsə, hazır olun eyni hüquqları Ermənistandan demək olar ki 3 dəfə soyqırma məruz qalan Azərbaycanlıların hüquqlarını tanıyın, onlarla danışığa girin və onların hüquqların təmin olunması üçün bağlı addımları atın. Bu həftə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ermənistana səfər etdi, bir sıra görüşlər keçirdi. Lavrovun Ermənistana səfəri Cənubi Qafqazda güc balansının dəyişdiyi bir dövrdə baş tutur və bu baxımdan xüsusi maraq doğururdu. Rusiya ilə Ermənistan arasında münasibətlərin son dövrlərdə gərginləşdiyi, İrəvanın Qərblə yaxınlaşma kursunu seçdiyi bir vaxtda bu səfər Kremlin narahatlığını və regiondakı maraqlarını qoruma səylərini açıq şəkildə əks etdirir. Görünən odur ki, Lavrovun Yerevana gəlişi həm də Moskvanın Ermənistanla dialoqu bərpa etməyə, onu strateji orbitdə saxlamağa çalışdığının göstəricisidir. Bəs Lavrovun səfəri Ermənistanın xarici siyasət kursuna təsir edə biləcəkmi? Rusiya-Ermənistan münasibətlərində dönüş nöqtəsi ola bilərmi? Lavrov ora gedib biraz Ruspərəst qüvvələrə elə bil ki dəstək vermək üçün getmişdi. O diplomatiyadan daha çox təbliğatla məşğul idi və bütün həm tələbələrlə görüşdə, həm Mirzoyanla bunlar mətbuat qarşısında çıxanda demək olar ki, Ermənistanın bütün uğursuzluqlarında həmin Paşinyan hökumətin naşılığın, düzgün olmayan hərəkatlarını dilə gətirmişdi. Və indi müəyyən mənada elə bil ki, Lavrov gəlib orada ultimatumda olmasa, ancaq özü də əslən ermənidir. Öz ermənilərini Putin göndərib onu ki, get onların başlarına ağıl qoy. Nə dərəcədə bu missiya ilə bu bacardı, bacarmadı, sonraki hadisələr göstərəcək. Bu heç də Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin indiki şəraitdə iki tərəfli danışıqlar vasitəsilə normallaşması prosesinə olan münasibətinin göstəricisi kimi də qiymətləndirilə bilər. Ola bilsin ki, Rusiya bu prosesdə hansısa başqa dövlətlərin, regiondan kənar qüvvələrin də yer ala biləcəyi ehtimalını önə gətirərək və yaxud bu fərziyyə əsasında ziddiyyətli bəyanatlar verir Xarici İşlər Nazirinin dilindən və təbii ki, bu ziddiyyətli bəyanatlar heç də qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək bir yanaşma deyil. Əslində, Lavrovun səsləndirdiyi fikirlərdə Azərbaycanda hər kəsin bildiyi məqamlar da yer alır. Bunlardan Azərbaycan ərazilərinin Ermənistanın Rusiya silahı ilə Ermənistan tərəfindən işğal olunduğu faktorudur. Yəni, təkcə Rusiya silahı deyil, digər komponentlər də iştirak edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesində. Daha sonra Azərbaycan deməli, ərazilərin Ermənistan tərəfindən tanınmasının Lavrov tərəfindən təəccüblü qarşılanması faktoru çıxıb ortaya. Bu, Moskvanın ənənəvi mövqeyidir. Lavrovun Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanla görüşü zamanı diqqət çəkən əsas müzakirələrdən biri də Ermənistanın silah alışı məsələsi idi. Lavrov deyir ki, Ermənistan istədiyi ölkədən silah ala bilər. Fransadan, Hindistandan. Heç kimə dünyanın istənilən ölkəsi ilə münasibətlər qurmağı qadağan edə bilməz. Bu, sıfır nəticəli oyun olmamalıdır. Gəlib demək olmaz ki, biz sizi maraqlandıran layihələr təklif edəcəyik. Amma siz konkret ölkə ilə ünsiyyəti dayandırın. Bu parçala və hökm sür prinsipi Rusiyaya yaddır. Bu prinsipdə azad heç nə yoxdur. Fikirlərində nə qədər səmimi olub-olmadığını isə şərhçilər deyəcək. Deyir ki, Rusiya bugün elə bil ki, düşman mövqedə olan Fransadan Rusiyanın müttəfiqi o silahı almamalıdır. Yəni, Hindistandan gedib ala bilərsən fransızlarla iş görmə. Bunu belə başa düşmək olar. Ancaq indi Lavrovun özün qınayanda ki, Rusiya Azərbaycana silah vermişdi ki, hansından Azərbaycan ermənilərə qarşı istifadə etmişdi. Lavrov açıq şəkildə, bəs siz gəlib Azərbaycanın torpaqların Rus silahı ilə işğal etməmişdinizmi? Nəhayət ki, etiraf edilir. Yəni, biz onu həmişə bilirdik. Ancaq sadəcə olaraq Rusiyanın Xarici İşlər Naziri etiraf elədi ki, Azərbaycan torpaqların işğalında bilavasitə Rusiya silahından istifadə olunmuşdu. Halbuki bu
Yəni bunun müəyyən məsuliyyəti var. Rusiya bunun gərək qarşısını almalı idi. Etməmişdi və 44 günlük müharibə zamanı biz bunu çox gözəl bilirik. İran vasitəsilə Ermənistana silah daşınırdı. Ermənistan müstəqil dövlətdir. Kimdən istəsə silah ala bilər mülahizələri tamamilə qeyri-səmimi mülahizələrdir. Çünki müstəqillik anlayışı təkcə silah alışında özünü biruzə vermir. Eyni zamanda dövlətin xarici siyasət kursunda da biruzə verir. Necə olur ki, Ermənistan Avropa İttifaqına meyllənməsi və yaxud NATO ilə əməkdaşlığı Rusiya üçün narahatlıq doğurur və buna qarşı sərt bir mövqe sərgiləyir, amma silah alışı, silah satışı deməli eyni yanaşmanı ortaya çıxartmır. Əslində bu qeyri-ciddi və qeyri-səmimi, əslində Rusiyanın həmişə özünü şikayətləndiyi ikili standartların bir nümunəsi kimi də qiymətləndirilə bilər. Bu aspektdən digər aspekt də çıxa bilər ortaya. Yəni belə anlaşıla bilər ki, əslində Ermənistanın digər dövlətlər tərəfindən, o cümlədən Hindistan tərəfindən silahlandırılmasında elə Rusiyanın özünün də rolü var. Təbii ki, belə bir mülahizəni də söyləyə bilərik. Yəni əsaslı bir faktlarımız olmasa da belə nəzərə alsaq ki, Rusiya ilə Hindistan arasındakı münasibətlər kifayət qədər sıxdır, intensivdir. Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olundu. Hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra olundu. Hadisəni bir daha xatırlayaq. Hadisə 2023-cü il yanvarın 27-sində Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirdi. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralandılar. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə edamın icra olunmasını şərh edərkən bildirib ki, edamın icra olunması prosesini səfirliyimizin 2 nəfər əməkdaşlı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib. Ayxan Hacızadənin sözlərinə görə sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik. Şübhəsiz ki, İran bu prosesi 2 il idi ki uzadırdı. Diqqət olunacaq əsas məsələlərdən biri isə məhkəmə qərarının İran prezidentinin Azərbaycana səfərindən sonra icra olunması idi. Əslində İran prezidentinin Məsud Pezeşkiyanın Azərbaycana səfərinin zamanı verilən bəyanatlar münasibətlərin inkişafı üçün ümidlər yaradır və son dövrlərdə əlaqələrin də intensivləşdirilməsi istiqamətində, həmçinin hərbi təlimlərin keçirilməsi istiqamətində də addımların atıldığının şahidi olmuşuq. Amma paralel olaraq biz yenə də Ermənistana tərəf bir referansın da olduğunun şahidi oluruq. Bu da İranın müvafiq güc strukturlarının təmsilçilərinin rəhbərliyinin Ermənistana səfəri və regional təhlükəsizlik məsələləri müzakirə olunmasıdır. Bəllidir ki, regionda təhlükəli tendensiya yaradan ölkələrdən biri və birincisi Ermənistandır və onunla təhlükəsizlik məsələlərinin müzakirə olunması da təəccüblü görünür. Təbii ki, biz bu alt qatda bu müzakirələrin təməlində nələrin yatdığını öncədən söyləyə bilmərik. Amma ümid edək ki, İrandakı mövcud dini, siyasi baxış bucağı, əsas baxış bucağı Məsud Pezeşkiyanın Azərbaycanla və bütövlükdə qonşu ölkələrlə münasibətlərin qurulması istiqamətində sərgilədiyi yanaşmaya, mövqeyə təsir göstərməyəcək. Söhbət ədalətdən gedir və qanunun əməl olunmasından gedir. İranda bu boyda cinayətdən qat-qat belə deyək aşağı olan cinayətlərə görə edam edirlər. İldə az qala 1000 nəfəri edam edirlər. Çindən sonra dünyada sadəcə ikinci dövlətdir edam həyata keçirməyinə görə. Bu gəlib diplomatik ad nədir? Azərbaycanın diplomatik səfirliyinə hücum edir. Gəlib orada insan öldürüb. Bunu isə ya
başxarab elan edirlər. Ya bilmirəm nə edirlər, cəzadan elə bil ki, yayındırmaq istəyirlər. Əslində bu onun göstərirdi ki, ona himayə edən, onu bizim səfirliyimizə hücum etmək üçün kifayət qədər nüfuzlu dairələr var idi. Rusiya və Birləşmiş Ştatlar prezidentləri arasında telefon danışığı oldu. 2 saatdan çox davam edən telefon danışığından sonra hər iki ölkənin lideri mətbuat nümayəndələrinin qarşısına çıxaraq onlara müzakirə etdikləri məsələlərin məzmunu ilə bağlı qısa açıqlama verdilər. Gözlənildiyi kimi əsas mövzu Ukrayna məsələsi idi. Birləşmiş Ştatlar Rusiya-Ukrayna tərəfi ilə mümkün gələcək sülh sazişi ilə bağlı memorandumun işlənib hazırlanması üzrə işləməyi təklif edir və buna hazırdır. Bu sənəddə nizamlama prinsipləri, sazişin mümkün imzalama vaxtları və müəyyən müddətlik atəşkəs də daxil olmaqla bir sıra mövqelər müəyyən edilə bilər. Rusiya prezidenti Vladimir Putinlə 2 saatlıq söhbəti indicə bitirdi. Məncə çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaqlar. Bunun şərtləri iki tərəf arasında müzakirə olunacaq. Çünki yalnız belə bir şey ola bilər. Çünki onlar danışıqların heç kimin şübhə etmədiyi təfərrüatlarını bilirlər. Söhbətin tonu və ruhu əla idi. Telefon danışığının ilk gün keçməsi hər iki liderin danışıq tonundan bəlli olur. Avazları yaxşı gəlir. Oxuduqları nədir? Biz intensiv danışıqların, müzakirələrin aparıldığının şahidi oluruq. Müxtəlif formatlarda görüşlər keçirilir. Türkiyədə biz təmasların baş tutduğunun şahidi olduq Ukrayna və Rusiya arasında. Amma bütün bunlar nəticəyə gətirib çıxartmır. Yəni indiki şəraitdə biz Rusiyanın mövcud şərtlər çərçivəsində dayanmaq niyyətində olmadığını, Ukraynanın isə bu şərtləri qəbul etmədiyini görürük. Amma bunun qarşılığında nə Birləşmiş Ştatlar, nə də Ukraynanın digər müttəfiqləri Ukraynanın müqavimətinə dəstək vermək üçün praktik addımlar atmırlar. Sanksiyalar barəsində söhbət getsə də, hələlik sanksiyaların tətbiqi istiqamətində də biz real addımların atılmadığının şahidi oluruq. Hələ bu sanksiyaların Rusiyaya nə dərəcədə təsir göstərəcəyi də qənaətimə görə kifayət qədər ciddi suallar doğurur. Bu aspektdən də hələlik Ukrayna-Rusiya münasibətlərinin indiki şəraitdə müharibənin dayandırılması üçün effektiv bir nəticənin olmadığı qənaətindəyəm. Düşünürəm ki, yaxın zamanlarda, yəni ən qısa dövrdə biz təəssüflər olsun ki, müharibənin dayandığının şahidi olmayacaq. Danışıq özlüyündə müsbətdir, ancaq hələ heç bir nəticə verməyib. Ukraynada müharibə davam olunur. Halbuki Trump dəfələrlə elan edirdi ki, 24 saata, bilmirəm, bir aya, üstündən 100 gündən çox keçib, hələ heç bir irəliləyiş yoxdur. Ancaq hər bir halda danışıqlar başlanıbsa və indi ABŞ elə bil ki, əlin bu danışıqlardan çəkməyibsə, düşünürəm ki, indi ABŞ-ın təsirləri təbii əhəmiyyətlidir. Yəni o təsirlər, yəni Ukrayna öz müqavimətini davam etsə, ABŞ-ın təsirləri güclənsə, bəlkə də bu müharibəni dayandırmaq mümkün olsun. Hər halda olsa, mənə elə gəlir ki, bundan Ukraynada udar, Rusiyada udar, Avropada udar və bütün bu ölkələrin qonşuları da udar. Yeri gəlmişkən Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa Bakıda səfərdədir. Xarici İşlər Naziri Ceyhun Bayramovla bugün birgə keçirdiyi mətbuat konfransında bir sıra mühüm məsələlərə toxunuldu. Əvvəlcə Prezident İlham Əliyev tərəfindən qəbul edilən Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa ölkə başçısına Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirdi. Xüsusilə İrpin şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı. Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirdi. Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olundu. Ölkələrimiz arasında energetika, bərpa olunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan-Ukrayna münasibətlərinin strateji dostluq münasibətləri olduğunu və qarşılıqlı hörmətə əsaslandığını qeyd edərək Azərbaycan
Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanıdığını vurğuladı. Rəsmi Bakının artıq 3 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə edilməsinin və münaqişənin siyasi diplomatik yollarla həllinin tərəfdarı olduğunu bildirdi. 15 may tarixində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda, Türkiyə Respublikasında Türkiyənin Xarici İşlər Nazirinin iştirakı ilə apardığı danışıqları biz çox yüksək qiymətləndiririk. Bu faktın özü-özlüyündə artıq bir müsbət inkişafdır. Uzun müddətdən sonra nümayəndə heyətlərinin bir araya gələrək üzbəüz oturub məsələlərin müzakirə edilməsi, eyni zamanda bu danışıqlar nəticəsində indiyə kimi olan ən böyük hərbi əsirlərin dəyişməsi, paketinin razılaşdırılması müsbət inkişafdır. Azərbaycanın münaqişə tərəflərindən uzunmüddətli sülhün əldə olunmasını arzuladığını bildirən nazir Ceyhun Bayramov, müharibənin ilk günlərindən ölkəmizin Ukrayna tərəfinə bir çox sahələrdə dəstək göstərdiyini, ümumi dəyəri 40 milyon dollardan çox humanitar yardımların göndərildiyini qeyd etdi. Andrey Sibiqa da öz növbəsində ölkəmizin Ukrayna ilə bağlı qəti mövqeyinə görə təşəkkür etdi və Kiyevin müharibəni bu il diplomatik yolla sonlandırmaq istədiyini bildirdi. Bizim üçün çox önəmlidir ki, Azərbaycan Ukraynanın suverenliyini dəstəkləyir. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan kimi ölkələrin dəstəyi bizə çox vacibdir. Biz Birləşmiş Ştatların atəşkəs təklifini qəbul etdik. İstanbul görüşündə çoxlu sayda məhbusun dəyişdirilməsi ilə bağlı verilən qərarın qəbul edilməsi bizim niyyətimizin əyani sübutudur. Ukraynanın müharibədən sonra bərpasının böyük bir proses olacağını və bu məqamda onların Azərbaycanın dəstəyini gözlədiklərini vurğulayan Andrey Sibiqa xüsusilə mina təmizləmə sahəsində əməkdaşlığa üstünlük verdiklərini qeyd etdi. Bu həftəlik bu qədər. Gələn həftə yenidən görüşənə qədər hələlik. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan.